Hər qonaqlıqda yeyib içəndən sonra qızğın söhbətlər olur. Gah siyasətdən, gah dindən, gah da qonşunun qızı Gültəkindən. Sözlələndə Süleyman Sani Axundovun qonaqlıq hekayəsində gedən söhbətdən sənə bəhs edirəm. Azərbaycan dramaturqu, yazıcı Süleyman Sani Axundov 3 oktyabr 1875-ci ildə Şuşada doğulub. Ədəbiyyatda həm soyadı Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə ikinci mənasını daşıyan Sani sözünü özünə ləqəb götürmüşdü. Süleyman Sani Axundovun ilk yaradıcılıq əsəri Tamahkar komediyasıdır. O bu əsərini Mirzə Fətəli Axundovun Hacıqara əsərinin təsiri ilə 1899-cu ildə yazmışdı. Yazdığı əsərlərin janrları dram və komediyadır. O 29 mart 1939-cu ildə Bakıda vəfat etmişdi. Bol yedilər, bol içdilər. Qəhvə gəldi. İçərkən ortalığa belə bəhs düşdü. Hökumətin sütunu kimdir? Əlbəttə bəylər. Ev sahibi dedi. Biz nücəbasız hökumət yaşaya bilməz. Hökumətin sütunu bizik. Tacir dedi. Ticarət olmasa pul olmaz. Pulsuz da heç bir hökumət yaşaya bilməz. Hökumətin sütunu biz tacirlərik. Alim dedi. Hökumətləri yaşadan bilikdir. Onsuz heç bir quruluş davam edə bilməz. Pozulub məhv olar. Hökumətin sütunu alimlərdir. Ruhani dedi. Rəiyyəti hökmranlar itaətində saxlayan, onlara tabe etdirən biz ruhanilərik. Bizsiz əxlaqlar pozular, üsyanlar qalxar, qanlar tökülər, hökumətlər də yıxılar. Bizik hökumətin sütunu. Zabit dedi. Söylədiklərinizi təsdiq edirəm. Lakin düşmən vətənin üstünə hücum etdikdə döşlərini verib onu müdafiə edən kimdir? Əlbəttə biz. Hökumətin sütunu biz əsgərlərik. Qonaqlar eyvana çıxıb qəlyan, siqar çəkməyə məşğul oldular. Bəhs yenə təzələndi. O vaxt bir qoca kəndli arabadan taxıl kisələrini fəhlələrin dalına verirdi. Onlar da anbarlara yığırdılar. Ev sahibi bəy dedi. O qoca kəndlini həkəm seçək. Nə desə ona razı olaq. Hamısı bu təklifə razı oldular. Kişini işdən avara edib çağırdılar. Bəhslərini söylədilər. Kəndli dedi. Ey ağalar, düzünü axtarsaz, hökumətin sütunu biz kəndlilərlə o qan tər içində yük daşıyan fəhlələrdir. Biz əkməsək, biçməsək, onlar da işləməsə heç bir hökumət yaşaya bilməz. Bunu deyib cəld işinə getdi.